Nümunəyə baxırıq, 120-ci test. Onu qorxudan, narahat edən təkcə balasının taleyi idi. Səlimə qorxudan əsir, özünü ələ ala bilmirdi. Altına xətt çəkilmiş sözlərlə bağlı düzgün fikirləri müəyyənləşdirin. Açar sözümüz düzgün. Altına xətt çəkilən sözlər qorxudan sözləridir və bunlarla bağlı suallara cavab verməliyik. Birinci cümləyə baxırıq. Onu qorxudan, narahat edən, onu qorxudan nə edən? Burada bu söz nə edən sualına cavab verir və nə etmək sualına ən şəkilçi qoşulur deyə. Deməli, burada qrammatik şəkilçi andır. Yerdə qalan hissə isə artıq deməli, qorx sözün köküdür. İndi bu ut yoxsa u üstəgəldi olacaq. Əgər bu dan şəkilçisi olsaydı, onda qorxu sözündən u leksik şəkilçi olacaqdı. Amma d əgər burada leksik şəkilçi kimi qalırsa, deməli o artıq qorxu isminə qoşula bilməz. Çünki t şəkilçisi yalnız feildən feil düzəldir. Ona görə burada ut bütöv bir şəkilçidir və sözün tərkibi kök, leksik, qrammatik şəkilçidən ibarətdir. İkinci sözə baxırıq. Qorxudan əsirdi. Nədən əsirdi? Burada nədən sualına dan şəkilçisi qoşuldu. Deməli, dan qrammatik şəkilçidir. Yerdə qalan hissədə qorx, kök, arada u qaldı leksik şəkilçi. Və hər iki sözün tərkibi deməli bir leksik, bir qrammatik şəkilçidən ibarətdir. İndi cavablara keçirik. İkisi də feildən düzəlib. Baxırıq. Ut şəkilçi, əgər burada bircə leksik şəkilçi varsa, kök nədirsə, deməli ondan da düzəlir. Sözün kökü hər ikisində qorxmaq feilidir. Ona görə də bir leksik şəkilçi olduğuna görə hər ikisi feildən düzəlib, hökmü düzdür. Və bir doğrudur deyə biri dairəliyirik. İkisində də dan şəkilçisi qəbul edib. Bu səhvdir, çünki birində dandır, o birisində isə t üstəgəl andır. Ona görə bunu atırıq. Dan şəkilçisi yoxdur ikincidə, birincidə. Üçüncü, ikisi də bu tərkibə uyğundur. Kök, leksik, qrammatik. Bu doğrudur. Ona görə 3-ü götürürük. İkisi də isimdir. Xeyr, birinci qorxudan, nə edən sualına cavab verir deyə bu qorxutmaq feilidir və isim sözünə görə artıq bu səhvdir. İkinci isimdir, birinci yox. Başlanğıc formaları fərqlidir. Bəli, birincinin başlanğıc forması qorxutmaq feilidir. İkincinin başlanğıc forması isə qorxu isimidir. Ona görə başlanğıc formalar fərqlidir. Və deməli, başlanğıc formaları quruluşuna görə eyni olsa da, nitq hissəsinə görə fərqlidir. Biri isim, biri feildir. Ona görə 5 doğru cavabdır və 5-i götürəcəyik. Deməli, düzgün cavabımız oldu. 1, 3, 5. 1, 3, 5.